Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Sosial yardıma, maddi yardıma və hüquqi yardıma ehtiyacı olan vətəndaşlara şart xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa hər şey aydın olması üçün video sonuna qədər baxın. Videonun bir hissəsi YouTube kanalı short bölməsində o insanlar oradan girib baxır, aydın olmur. Ona görə mən həmin yerdə videonun adını qoyuram və ya yazılan tam video YouTube'da. Girin oradan baxın. Eyni zamanda TikTok izləyəcəyimə demək istəyirəm ki, hörmətli izləyicilər. Orada da eyni zamanda bir qismini qoyuram tam videoyu YouTube'da. YouTube'da TikTok profilində var, telefon nömrəmdə var. Hər bir şey var. Profil girin baxın oradan. Və beğenin keçən mövzudakı şart xəbəri nədən ibarətdir? Həmin sosial yardıma ehtiyacı olanlara, həmin maddi yardıma ehtiyacı olanlara, həmin hüquqi yardıma ehtiyacı olanlara. Birinci sosial yardıma ehtiyacı olanlara aid olan şart xəbər çatdırım, amma eyni zamanda dediyim kimi axıra qədər baxın ki, aydın olsun. Deməli, hörmətli izləyicilər, mən hüquqşünas Zaur Seyidzadə. Vətəndaşların müraciətini necə qeyd edin ki, artıq belə deyək, 11-7-ci ay 2026-cı ildən fəaliyyətə başlayıram. Hər şənbə günü saat 10-dan 13-ə qədər, yəni sosial yardıma ehtiyacı olan vətəndaşlara kömək edəcəyəm ki, yəni qeydiyyatdan keçsinlər. Yəni sosial yardımçı müraciət etsin. Bunun üçün xidmət haqqı 30 manat təşkil edir. Cəmi 30 manat ödəməklə siz sosial yardımçının qeydiyyatdan keçə bilərsiniz. Düzgün, yəni belə deyək, ərizə formasını doldura bilərsiniz və digər işləri görə bilərsiniz. Və axırda qeyd edəcəm ki, bunun üçün nə lazımdır, diqqətinə baxın. Şərtlər nədir? O ki, maddi yardıma ehtiyacı olan vətəndaşlar və hüquqi yardıma ehtiyacı olan vətəndaşlar, onu deyim ki, avqustun ayına qədər, 2026-cı ilin avqust ayına qədər sayt yaradılacaq. Həmin saytda güzəştli hüquqi yardım olacaq. Eyni zamanda maddi yardıma ehtiyacı olan şəxslər yardım olunacaq. Həmin sayta simbolik olaraq dəqiq deyə bilməyən 2 manat, 3 manat ödəməklə aylıq yəni abunə ola bilərsiniz. İndi sayt yığılır. Yəqin ki, bir 10 günə hazır olacaq. Avqustun ayının əvvəlindən fəaliyyətə başlayacaq. Və orada yardım olacaq. İstər hüquqi yardımlar, güzəştli, istər belə deyək, hörmətli izləyicilər, maddi yardımlar və digər yardımlar olacaq. Əgər bu dilin imtiyazlardan yararlanmaq istəyirsinizsə, mütləq qədərlə mənim YouTube kanalım, Mediator hüquqşünas Zaur Seyidzadə YouTube kanalına abunə olun ki, sayt fəaliyyətə başlayan kimi xəbəriniz olsun. Eyni zamanda bir daha xatırladıram ki, qeyd olunan telefon nömrəsini əlaqə saxlayaraq sosial yardımçının qeydiyyatdan keçə bilərsiniz. Amma sosial yardımçının telefondan yox, əyani görüşmək lazımdır ki, mən yəni sizi qeydiyyatdan keçirə bilim. Ona görə ki, hörmətli izləyicilər, Hasan Sima olmadı və yaxud da SMS olmadı, o kod gəlməlidir. Onu siz əyənməlisiniz, ondan sonra yəni fəaliyyətə başlamalıyıq ki, düzgün doldurmaq lazımdır ki, yəni internet gəlməsin. Bəzi vətəndaşlar özləri doğdu, düzgün doldurmur və yaxud gedir aidiyyəti qurumunda doldurur və orada düzgün doldurma internet gəlir. Əgər düzgün doldurma istəyirsinizsə, buyurun müraciət edin. Sosial yardımdan bağlı. Eyni zamanda bu şərtləri qeyd edirəm. Həmin şərtlər sizdə varsa, yəni sosial yardıma internet verəcək. Nədir? Adınızda maşın olmasın, motosiklet olmasın, hörmətli izləyəcək. 2 eyni təyinatlı əmlak olmasın. Yəni ola bilsin 2 ev olsun, 2 torpaq olsun, olmasın. Amma onu da qeyd edin ki, pay torpağının buna aidiyyəti yoxdur. Hörmətli izləyicilər, nəzərəm. Pay torpağı olan şəxslər yəni sosial yardım ala bilər. Amma əsas şərt ondan ibarətdir ki, hörmətli izləyicilər, mütləq qaydada pay torpağının 6 aylıq vergisini ödəyin. Əgər yox, verilən işləyirsinizsə 12 ayın vergisini ödəyin. Evdə 8 yaşına qədər uşağı varsa, valideynlərdən biri işləməyə bilər. Digər valideyn mütləq işləməlidir. Tələbə işləməyə bilər, nəzərə alın. Birinci qrup əyri işləməyə bilər. İkinci qrup əyri işləməyə bilər. Bunu hüquqşünas kimi deyəm. Həm hüquqşünas kimi deyəm, həm əyri arabasında şəxs kimi deyəm, hörmətli izləyicilər. Eyni zamanda birinci qrup əyri qulluq edən şəxslər də işləməyə bilər. Nəzərə alın. Bu digər şəxslər isə işləməlidir, mütləq qaydada. Ya verilən, ya hansısa bir idarə təşkilatda və yaxud da özəl şirkətdə işləməlidir. İşləməyən şəxsə sosial yardım verilmir. Əgər boşanmışsınızsa mütləq qaydada hörmətli izləyicilər, belə deyək də, amil təyinatı olmalı. Ya məhkəmə qərarı əsasında, ya da mediasiyada sazişi bağlayaraq. Mediasiyada sazişi bağlamayla amil
təyin olma üstün cəhətləri ondan ibarətdir ki, abiyyətin məbləğini özünüz müəyyən edə bilirsiniz və yerinə qalan pulu sosial yardım kimi ala bilirsiniz. Hörmətli izləyicilər, nəzərə alın, mütləq qaydada. Eyni zamanda harada qalırsanızsa, həmin yerdə kommunal xidmətlər minimum ehtiyac meyarının 15%-dən çox ola bilməz. Yəni ki, minimum ehtiyac meyarı, hörmətli izləyicilər, belə deyək, 286 manatdır. 285 manat üzr istəyirəm. 285 manatdır, 285 manatın 15%-dən artıq ola bilməz. Buradakı 42 manat 75 qəpik. Bu yəni hər adam başı adam sayına görədir. Yəni ayrı 4 nəfər varsa, həmin 42 manat bu 4-də. 42-nin də 4-də barında 40, 160, o da 8, 75-i də 7, 4-ü, o da 3, 48, o da 3. Hardasa 151 manatdan yuxarı ola bilməz. Ümumi qaz, işıq, su, telefon danışıqları nəzərə alın, hörmətli izləyicilər. Mütləq qaydada. Bunlar yəni olmalıdır. Ayaya gələn gəlir də adam başı 286 manatdan aşağı olmalıdır. Yəni 4 nəfər ailənin gəliri belə deyək 1140 manatdan aşağı olmalıdır. Hörmətli izləyicilər, nəzərə alın, bir məsələ də budur, mütləq qaydada. Ondan sonra digər məsələ də var, onu da qeyd edirəm. Diqqətlə baxın. Səhvində olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə məlumatı olsun. Deməli, qeyd edin, hörmətli izləyicilər, sosial yardımçı müraciət etdiyi zaman hansı sənədlər üzərində olmalıdır? Birinci növbədə şəxsiyyət vəsiqəsi. İkinci növbədə notarial razılıq ərizəsi olmalıdır ki, yəni kimin adından müraciət edirsiniz. Bunu tövsiyə edirəm ki, əgər bir ailə üzvünün adından olsun ki, yəni həmin şəxs evdə olsun, hörmətli izləyicilər, mütləq qaydada. Əks halda, hörmətli izləyicilər, gəlir və görür kimin adından müraciət olunubsa, həmin şəxs evdə yoxdursa, imtina verir və gedir və daha başa düşmür, həmin şəxs işləyə bilər, həkimə gedə bilər. Yəni o halda nəzərə alınır. Ona görə bir şəxsin adından yazın ki, həmin şəxs evdə olsun. Hörmətli izləyicilər. Digər sənəd ondan ibarətdir ki, qazın, işığın, suyun, abunət kodu üzərində olsun. Və dediyim kimi şəxsiyyət vəsiqəsi. Bunlar bizə yetərlidir. Bir də telefonunuzda çalışın ki, Sima deyən proqram olsun, hörmətli izləyicilər. Mütləq qaydada. Sonunda bir daha qeyd edim ki, hüquqa yardım ehtiyacı olan şəxslər üçün, hüquqi yardım almaq üçün YouTube kanalında olan telefon nömrəsindən əlaqə saxlaya bilər. YouTube kanalına abunə olan şəxslər üçün telefon hüquq məsləhətinin verilməsi 10 manatdır. Sosial yardımçı qeydiyyatın keçirməsi üçün müraciət etmək 30 manatdır, hörmətli izləyicilər. Ərizələrin yazılması isə 50 manat. Bu müraciət edin. Zəhmət olmasa nə sualınız varsa, WhatsApp-a səsini göndərin. Bir də başqa yerdə olan cavab verə bilməm, ona görə. Mütləq dönüş edəcəm. Bir daha xatırladım ki, istər əmlak olsun, istər digər məsələ olsun, onunla bağlı hüquq məsləhətinin verilməsi 10 manatdır. Yalnız sosial yardımçı qeydiyyatdan keçmək 30 manatdır. Hörmətli izləyicilər. Əgər bu kampaniyadan yararlanmaq istəyirsinizsə, mütləq kanala abunə olun, şəklini çəkin, mənə atın. Həmin də dediyim kimi, saytdan yararlanmaq üçün mütləq qaydada kanala abunə olun ki, saytı fəaliyyətə başlayan kimi sizə məlumat verim. Diqqətinizə görə sağ olun, abunə olmağı unutmayın. Sağ olun.